Ey müsəlman, ey qardaşım, insanları Allahın yoluna dəvət et. Allahın yoluna çağır, Allahın dininə çağır. Özün də bu yolda olanlardan olmağa çalış. Vallahi bu xoşbəxtçilikdir. Allahın dinində olan insanlar bu xoşbəxtçiliyi bilirlər. Bunun üzərinə başqa bir xoşbəxtçilik ola bilməz. Xoşbəxtçilik pulla satılmır ki, onu alasan. Vallahi nə qədər insanlar var, onlar istəyirlər xoşbəxt olsun, amma ola bilmirlər. Şəxsən özümə, mənə etiraf edən nə qədər insan olub. Bir pulum var, ən bahalı telefonlar, ən bahalı maşınlarım, ildə 2 dəfə xaricə səfər edirəm, amma yoldaşımdan xoşbəxt deyiləm. Deməli, Allahın dini xoşbəxtlikdir. Allahın dini, yəni səadətdir. Və sonra o deyir ki, vallahi istiğfarı öyrənənə qədər xoşbəxt deyildim. Bir sonra başladım çoxlu tövbə etməyə, Allaha istiğfar etməyə. Və bilirsiniz ki, kim ki çox Allahdan bağışlanma diləyərsə, o xoşbəxt olar. O insan Allah Azza və Cəllə ona ruzi qapılarını açar. Allah Azza və Cəllə övlad nəsib edər. Onlar üçün quraqlıqdan çıxarar, onlara bol-bol yağış endirər, bol-bol məhsul nəsib edər. Və bu barədə çoxlu ayətlər var. Fəqultu istəğfiru rabbakum innehu kana ghaffara. Rəbbinizdən bağışlanma diləyin. Həqiqətən o bağışlayandır, rəhmədəndir, əff edəndir. Yursilis səma aleykum midrara. Belə olsa sizə göydən bol yağış endirər. Və yec'al lekum cennetin və yumdidkum bi amwalin və banina. Sizə mal, dövlət və övladlar nəsib edər. Və yec'al lekum cennat və yec'al lekum enhara. Və sizin üçün bağ-bağçalar nəsib edər. Gözəl yerlər nəsib edər. Və sizin üçün çaylar axıdar. Subhanallahil azim. Nəyə görə? Əgər siz bağışlanma diləsəz.